təhlilə xoş gəlmisiniz. Bugün biz gündəlik həyatda qarşılaşdığımız, amma heç vaxt üzərində düşünmədiyimiz bir şeyin arxasındakı gizli quruluşu, o görünməz bağı birlikdə kəşf edəcəyik. Bəzən, bilirsiniz, ən fundamental həqiqətlər elə gözümüzün qabağında gizlənir. Yaxşı, gəlin elə birbaşa tapmacanın özünə keçək. Ekranda 3 fərqli şey görürsünüz. Three sözü, Sri kimi tələffüz edilən bir səs və 3 rəqəmi. İlk baxışdan elə bil, tamamilə ayrı-ayrı dünyalara aiddirlər, elə deyilmi? Bəs bunları bir-birinə bağlayan o görünməz bağ nə ola bilər? Bax, bugünkü araşdırmamızın əsas mövzusu elə budur. Bu sualın cavabını tapmaq üçün gəlin mənbə materialımıza baxaq. İlk baxışda çox sadə bir siyahı kimi görünür, amma əslində bu, həllini gözləyən bir tapmacadır. İşin maraqlı tərəfi də elə buradadır. Əlimizdə sözlər var, səslərin transkripsiyası var, bir də simvollar, yəni rəqəmlər var. Bunlar həqiqətən də bir-biri ilə əlaqəlidir, yoxsa biz boş yerə bir əlaqə axtarırıq? İndi isə gəlin biraz daha dərindən analiz edək. İlk ipucunu tapmaq üçün tək bir nümunəni götürüb, necə deyərlər, hissələrinə ayıracağıq. Gəlin bir fikrin anatomiyasına birlikdə nəzər salaq. Deməli, gəlin bu tapmacanı hissə-hissə açaq. Birinci parçamız one sözüdür. Bu, müəyyən bir konsepsiyanı ifadə edən hərflərdən ibarət yazılı bir formadır. İndi keçək ikinci hissəyə. Van kimi tələffüz olunan səs. Baxın, bu fonetik təsvirdir. Fikir verin, bu bayaqki yazılı sözdən tamamilə fərqlənir. Bunu biz oxumuruq, bunu biz eşidirik. Və nihayət sonuncu parçamız, bir rəqəmi. Bu isə nə əvvəlki sözə, nə də o səsə bənzəyir. Bu tamamilə fərqli, universal bir simvoldur. Və budur, axtardığımız cavab elə buradadır. Bu üç bir-birinə qətiyyən bənzəməyən element, yəni yazdığımız söz, eşitdiyimiz səs və gördüyümüz simbol əslində hamısı eyni bir mücərrəd konsepsiyaya işarə edir. Bir anlayışına, sanki eyni fikrin üç fərqli dildə danışması kimidir. Yaxşı, biz bu balaca sirri açdıq. İndi gəlin görək, bu kəşfimiz bütün məlumatlar toplusu üçün keçərlidirmi? Mənbə materialımız əslində bütün bu tapmacanın açarıdır. Baxın, bu cədvəl bizim sanki dəlil lövhəmizdir. Bayaq kəşf etdiyimiz o qayda görünür buradakı hər bir sətrə aiddir. Birinci sütun sözdür, ikinci sütun onun səsidir, üçüncü isə simboludur. Məsələn, to, iki. Hekayə eynidir, sadəcə personajlar fərqlidir. Gəlin bir başqa misalla da bunu tam möhkəmləndirək ki, heç bir şübhə qalmasın. Fikrimiz 5-dir. Bu, İngilis dilində 5 kimi səslənir və 5 simvolu ilə yazılır. Hər dəfə eyni məntiq işləyir. Deməli, əsas məsələ budur. Məna eynidir, amma formalar fərqlidir. Beləliklə, bütün bunlardan çıxan nəticə nədir? Çox sadə, amma çox vacib bir şey. Biz tək bir mücərrəd ideyanı bir-birindən tamamilə fərqlənən bir neçə formada ifadə etmək qabiliyyətinə malikik. Bu, əslində, ünsiyyətin təməl daşlarından biridir. Yaxşı, bəs bütün bunların mənası nədir? Bu təmsil sisteminin əhəmiyyəti və gücü nədir? İndi gəlin son bölmədə buna baxaq. Bu, sadəcə rəqəmlər haqqında bir mövzu deyil, əslində daha dərin bir məsələdir. Birinci təmsil forması, söz. Bu, ideyanın yazılı dildəki təcəssümüdür. Amma bir şərtlə işləyir. Onu anlamaq üçün həmin dili bilməli və oxumağı bacarmalısan. Yəni, onun təsiri mədəniyyət və savadla məhdudlaşır. İkinci formamız səsdir. Bu da ideyanın şifahi, yəni danışıq dilindəki qarşılığıdır. Və eyni ilə söz kimi, bu da dilə bağlıdır. Eyni fikir fərqli mədəniyyətlərdə tamamilə fərqli səslənə bilər. Və nəhayət, üçüncü və bəlkə də ən dahiyanə olanı simvol. Baxın, məsələn, 2 rəqəmi kimi bir simvol bütün dil və mədəniyyət sərhədlərini aşmaq üçün yaradılıb, dünyanın harasında olmağınızdan asılı olmayaraq, bu işarə eyni anlama gəlir. Deməli, yekun olaraq deyə bilərik ki, biz bir fikrin 3 fərqli dilini kəşf etdik. Yazılı dil, şifahi dil və simvolik dil. Hər bir ideya əslində bu 3 dildə danışa bilir. Möhtəşəm deyilmi? Bax, bu sistemin əsl dahiliyi də elə bundadır. O qədər təbii və effektiv işləyir ki, biz gündəlik həyatda onun varlığının fərqinə belə varmırıq. Bu, bizim ünsiyyətimizin görünməz, amma fundamental memarlığıdır. Bu təhlili isə gəlin yadda qalan bir sualla bitirək. Biz rəqəmlərdən danışdıq, bu sadəcə bir nümunə idi.
Amma bir anlıq fikirləşin. Gündəlik həyatda başqa hansı böyük ideyaları, məsələn, sevgi, zaman, ədalət kimi anlayışları fərqinə belə varmadan bu cür fərqli formalarda ifadə edirik?